Düz üçbucaqlı prizmanın həcmi. Əslində biz prizmanın həcmini keçmişik yenə də. Orada da yazanda, yəni prizmanın həcmi bərabər idi. V bərabərdir ABC. Yadınızdadırsa qeyd edirdik ki, bu AB elə oturacağın sahəsi idi. Bu C də hündürlüyüdür. Yəni bütün növ prizmalar üçün prizmanın həcmi oturacağın sahəsi ilə hündürlüyü hasilinə bərabərdir. Yəni oturacaq hansı fiqurdursa, həmin fiqurun sahəsini tapıb hündürlüyünə vururuq. İndi çalışmalarına baxaq. 1-in A bəndində deməli, oturacağı tərəfi 5, hündürlüyü 2 olan 3 bucaqdır. Onda S oturacaq bərabərdir. 5 vurulsun 2 bölünsün 2, yəni 5. Prizmanın hündürlüyü isə 4'dür. Onda V bərabərdir. S oturacaq vurulsun H. Yəni 5 vurulsun 4, 20. B bəndində yenə üçbucağın tərəfi 10, hündürlüyü 6'dır. Onda S oturacaq bərabərdir. 6 vurulsun 10 bölünsün 2, 30. Prizmanın hündürlüyü isə 8'dir. Onda V bərabərdir. 30 vurulsun 8, 240. Yenə burada prizma üçbucağın tərəfi 4, hündürlüyü isə 6'dır. Onda S oturacaq bərabərdir. 4 vurulsun 6 bölünsün 2, 12. Prizmanın hündürlüyü isə 10'dur. Onda V bərabərdir. 12 vurulsun 10, 120. İkinci, prizmanın həcmi altında yazılıb, boş xanaya uyğun ölçünü tapın. Demək, V bərabərdir, S oturacaq. Yəni V bərabərdir, S oturacaq, vurulsun H-dır. Yazırıq. 180 bərabərdir. Oturacağın tərəfinə X deyək. Hündürlüyü isə 5'dir. Yəni X vurulsun 5 bölünsün 2. Hündürlük də 9'dur. Buradan belə deyim. 180 bərabərdir. 5'i 2'ye böl. 2 tam onda 5 X vurulsun 9. X da bərabərdir. 180 bölünsün 2 tam onda 5 vur 9. 180'i 9'a böldük. 20. Burada da olacaq. Onda 200'ü 25'e bölürük. Bu da 8. Deməli tərəf oldu 8. B bəndində yenə həcm bərabərdir. Oturacağın tərəfi X, hündürlük 4'dür. X vurulsun 4 bölünsün 2. Bunun prizma hündürlüyü isə 8'dir. Burada ixtisar eləsək, burada qalır 2. 96 bərabərdir. 2'ni vurduq 8'e, 16 X-a. X da bərabərdir. 96 bölünsün 16. Yəni X da bərabərdir 6. C bəndində 45 bərabərdir. Oturacağın tərəfi 6, hündürlüyü 3. 6 vurulsun 3 bölünsün 2. Prizmanın hündürlüyü isə X-dir. Vurulsun X. Burada 3, yəni 45 bərabərdir 9X-a. X da bərabərdir 45 bölü 9. Yəni X 5'dir. Digərində yenə 198 bərabərdir. Oturacağın tərəfi 11, hündürlüyü isə yoxdur. Buna X deyək. Yəni 11 vurulsun X bölünsün 2. Prizmanın hündürlüyü isə 6'dır. 6 ilə 2'ni ixtisar etsək 3. 198 bərabərdir. 11 vur X vur 3. Buradan X'i tapsaq 198'i bölməliyik 11 vurulsun 3'ə. Bundan bu ixtisar getdi 18. 18'i də 3'ə böldük 6.